necəsiz? Ümid edirəm ki, işləriniz, həyatınız qaydasındadır. Mən ağlı əslində bayaqdan açmışdım vlogu. Sadəcə olaraq çaşıb uzunluq çəkmişəm. Enin əvəzinə YouTube üçün çəkdiyim kimi onu, yəni çaşbaş salmışam deyə çəkdiklərim hamısı getdi. Elədiklərim də təbii ki, üzümüzü buzlamışdıq bir yerdə. Tezdən durmuşam. Bugün saat 5-in yarısı falan. Demin ki, bu qız hər gün belə durur. Yox. Burası bu ara yuxu rejimim çox belə qarışıqdır deyə nə vaxt yatıram, nə vaxt dururam, heç özüm də bilmirəm. Gecələr oyaq qalıram, gündüzlər yatıram, sonra gecə biraz yatıram. Qəribə bir rejimim var idi. Onu da bugün düzəltməliyik. Bugündən nə edirik? Sağlıqlı yaşama keçirik, sağlam yaşayırıq təzədən. Niyə? Təbii ki, Novruz bayramında biraz da olsa pozulmuşdu rejimim. Düz mən elə şəkərbura paxlava çox yeyən biri deyiləm. Amma qonaqlıqlar falan, fistan, iftar, Ramazan dərkən mən demiş nanay olur. Hər neysə, bugündən tezdən sağlam yaşayırıq. Onun üçün özümə yemək hazırlayacağım. Bayaq əslində sizinlə danışa-danışa əti çıxarıb qoydum. Kotlet hazırlayacağım. Deməyin ki, kotletin harası sağlıqlıdır. Bu arada protein olduğu üçün zaten yağda da pişirilsə belə sağlıqlıdır. Çünki hər yağı olan bir şey o demək deyil ki, sağlam qida deyil. Çünki insanın normal olaraq yağlara da ehtiyacı var. Zaten həm hormonal balans, həm də ümumi olaraq da, yəni insan yağı da qəbul eləməlidir. Protein də karbohidratda. Sadəcə bizim diqqət yetirməli olduğumuz budur ki, yağı normadan artıq qəbul eləməyək. Yəni biraz yağla da zaten kotleti pişirsəm bir şey olmazdı, amma airfryerdə pişirəcəm deyə zaten sorun olmayacaq. Universitetə aparmağı eləyirəm, çünki saat 4-də çıxacağam. 4 dərsimiz var. Ona görə arada avoid eləməyəm. Kotletin yanına qoymağa bir şey tapmadım evdə. Evdə də çox bir şey yox idi açığı. Brokoli falan elə şeylər yox idi. Xaladeynkim bombili boş olub. Kartof var idi, bir düyü var idi. Düyünü də qaynatmağa axotum olmadı. Kartof da yemək istəmədim. Çünki zaten mənim ən sevdiyim yemək kartofdur. İlk gündən özümü şımartmayayım dedim. Sizlə bir yerdə bu arada market alışverişi də eləyəcəyik. Bugün belə. İndi durub bu kotletləri airfryerdə pişirməliyik. Sizlə bir yerdə nə edirik? Kotletlərimizi pişiririk. Bu arada çimib çıxmışdım deyə saçımı ancaq qurudub daramışam. Yəni darayan fenən. Ona görə biraz belə qəribədir. Bu arada baxın, dəhşət çox uzanıb saçım. Və onsuz da mənim saçım çox idi. Amma biraz da bu saç baxım şeylər dəhşət uzadır, tez uzadır. Buna baxın, buradan olub. Yəni mənim həyatımda 5-ci sinifdən bəri saçım bu qədər uzun olmamışdı. Gəlmişkən sirkəli suyumu hazırlayaq. Xörək qaşıq tökülməlidir. Gözə yarı bir çıqqalı tökək. Neyse, bu qədər töktüm. Qalanına da su tökürəm. Suyunu doldururum. İndi mən yeməyim bu cür oldu. Bunu yiyəcəm. Bu arada yeyə də planşetə baxacağım. Bunlar özləri qaynasınlar. Yeməyimi yeyib qutardım. Bu arada telefonumun zaretkası qutardı. Telefonum zaretkada deyə planşetdən çəkirəm. Deməli, indi tez bir şəkildə paltar seçməliyəm, sonra getməliyik. Öncəyi seçdim. Bu cür bir material var. Tez almışım bu arada. Ara yerdə qiymətini də görürüz. Neyse, bir də belə bir şal var. Burada da liloş var. Deməli, bu cür total qara qızlı detaylı bir look olsun. Sivri də götürmüşəm asmağa. Universitetə gedirəm. Universitetə piyada gedirəm. Yəni, tez duranda da gecikirəm. Gec duranda da.
O zaman niye tezli bak? Neyse, boş yapmayayım, kaçım. Onu kulak aslan, paylaşacağım. Ya da podcast. Duyun bakın. Çatdım. Dersim Tədir Cərrahi Klinikasındadır. Birinci saat kardiyo cərrahiyyədir. İndi tələbə girişi tərəfdən girəcəm. Ay taç görün. And what is the characteristic feature of the nefes almırım. Tepem. Rahat nefes alırsınız. Kabullen artık bunu. Kotletin öz iyisi olabilir ya. Kotletin iyisi olsun. Aşağıda. Ama kotletin iyisi bu kadar keskin olmaz. Olur. Katlede keskin olur. Bu kadar keskin Ay olmaz. mən sumkama koymuştum bir dəfə. Paketleyip de yani bütün klokasını koyup sumkama koymuşum. Avtobusda oturuyorum. İsimlere geldi. Aşağıda süpürdü gibi. Adam ayıldı. Olmasın her şey. Bir yumurta meselesi. Olmaz ama baba. Eline düşürmüşler. Kasıp süfrəsi. Burada da çöldəki bufetin hissəsi var. Bu arada bufet çox balacadır deyə heç yeməyə sıxış olur. Və şimdi yata tapılır. Ama o tarafı da var. O tərəfi də var. Yenə hə. balacadır. Amma o da çox balacadır. Düzdür, gəl. Bəli. Salam millət təzədən. Səsimdən də gördüyünüz kimi təzə durmuşam yuxudan. Saat 12-dir deyəsən. Bir işdir hətta. Planladığım kimi getmədiyi üçün əslində çox fikirləşdim ki, acaba yardım saxlamayın, qoymayım bu vlogu, yoxsa davam edeyim. Dedim ki, yəni niyə nəysə maskalıyım. Bugün də belə oldu. Yəni zaten həyatımdan günü paylaşıram deyə dedim ki, bugün də belə olmasa problem olmaz deyə düşündüm. Çünki başqa şeyləri planlayırdım eləməyə. Sadəcə olaraq universitetdən gələn kimi saat 5'te falan o kadar pis hiss edirdim gözümü. Həm çox yuxusuz uyudum, həm də ümumi zaten xəstəyəm. Bədənimdə çox yorğun hiss edirdim. Ona görə yatdım və mənim o yuxu rejimim tərsinə çönüb. Günorta yatıram biraz. Gecələr oyaq qaldım. Bugün də düzəldəcəkdim, düzəldə bilmədim. Yəni insan həmişə hər istədiyini eləyə bilmir. Fərqli faktorlar da var. Amma digər istədiklərimizdən devam ki. Bu universitetə apardığım yeməyi yəqin gördünüz. Orada yumurta bir halləri qalmışdı. Ona görə yumurtanı yeyə bilmədim, amma kotletini yemişdim. Başqa nə? Başqa hələ ki belə. İndi əslində acam. Baxım ya meyvə yeyəcəm, ya kofe içəcəm, ya bəlkə biraz nəsə atışdıraram. Sonra da dərs oxuyacağım. Sağ olun. Hələlik. Piçkanı götürdüm, tökdüm. Açmaq üçün. Su tökəndən sonra öz köpüğü bu kadar oldu. Belə görünür edəcəklərim. Burada meyvə doğradım özümə. 2 dənə də xlebsim var. Heyva, bir də portakal hərəsindən bir dənə. Burada da maska və kofe. Sən saxlayaq ki, məni düşünlər. Deməli, bu cür bir maska taxacam indi özümə. Zaten göz altlarım falan fəlakət olur deyə. Bu yuxu rejimimin dəyişkənliğinin əslində o qədər da az yatmıram, gün ortada yatsam. Amma dəyişib deyə nəsə yaxşı olmuram. Əslində nəsə yeyə bir şeylərə baxmaq düzgün deyil. Sizə bunu tövsiyə eləmirəm. Sadəcə olaraq mənim bəzi şeylərlə maraqlanmağa başqa vaxtım olmur deyə çox vaxt nəsə içəndə, yeyəndə ya da evləri təmizləyəndə, acı qab yanında belə
telefonu qoyuram, orada nəysə baxır. Sən saxlayaq ki, mənə düşünür. Deməli, bu cür bir maska taxacam indi üzümə. Gördüm orada. Deməli. Bu cür materialda yerləşdirdik. Həmişə mənə maskaların enindən böyük. Üzüm şurada deyil. Göz altıma da biraz belə eləyirəm ki, mən oranı önəmləndirsin. Okay. Adlı Uğur koydum. Oğlanıymış. Kız adları belə koymadım. Ona göre de Uğur koydum adına. Hem de mənə Uğur getirir. Prosta bu suyu biraz daha çok çikli görünür burada. Bu kadar çikli değil. Bugün değişmedim. Ona göre ki 2 gün kalan suyu tökmək lazımdır bunların kaplarına. Ona göre ben bir tane suyu 2 gündür saxlayıram. Sabah akşam değişeceğim suyunu. Yemək yataq, bu uşaq nə yemək yemir. Görüm balam. Piş piş. Ay, hara getdin? Çocuk buradadır. Git kapsana ya. Yemir. Balığı olanlar varsa, yani neyim ki yesin, ne kadar atıram, yemir. Bakın içinde yemekler koyup. Pişireceğim diye. Daha doğrusu plov yok. Düğü kaynayacağım başta. Ona göre düğüler de indi suya koyacağım biraz. Ucu bezdim diye oturup işlemekten uzanıp buna baka Alman dili okuyorum. Deməli, Alman dilimi oxuyub qutardım. Doğrudan çox ürəyim sıxıldı oxuyub qutarana qədər. Siz də elə bilməyin ki, mən hər şeyi həvəslə edirəm ya da hər şey mükəmməldir. Gördüyünüz kimi heç kim, heç nə, heç bir proses ideal olmur. Deməli, indi taytımı geyindim.
pilates eləyəcəm. Saat ucu 7-yə 13 dəqiqə işləyir. Bir 25 dəqiqə, 20-25 dəqiqə falan pilates eləyəcəm. Sonra yemək bişirəcəm. Sonra əlimi geyinib universitetə gedəcəm. Özdə evdən tez çıxmalıyam bugün. Normalda 20 dəqiqə qalmış, yəni 9-un yarısı dərs başlayır. Normalda 8-də çıxmalıyam evdən. Amma həmişə Aytaç təbii ki, hər zaman olduğu kimi geç çıxır evdən. 9-10 dəqiqə işləmiş falan çıxıram. Biraz gecikirəm 5 dəqiqə falan. Yəni evdən 20-25 dəqiqə piyada gedib çatıram dərsə. Hər nəysə, bugün dərsim Qarayevdə deyə tez çıxmalıyam. Ne yazık ki. Ona görə də tez məşq eləyib, ondan sonra yemək bişirib, ondan sonra evdən çıxmalıyıq. Yəni hazırlaşıb evdən çıxmalıyıq. Bu arada planşetin zaritkasını qutardım deyə bayaq videoya baxa-baxa. Ona görə sizə idman eləyən anı çəkə bilməyəcəm, amma Ebru Şalın videolarla mən pilates eləyirəm evdə. Hələ ki evdə eləyirəm belə. O zaman mən gedim idmanımı eləməyə, qutaranda yemək pişirmə aşamasına keçəndə sizə xəbər verərəm. Gözümdən də gördüyünüz kimi idman eləyib qutardım, pomidor dönmüşəm. İndi nə edəcəm? Bu düyünü qaynatmalıyam. Deməli, indi bir tərəfdən də səhər yeməyi hazırlayacağım özümə. Deməli, yeməyim belədir. Bu yulaflı yumurta, zeytun, çərəz və çay. Yaşıl çaydır bu da. Normalda təbii ki, mən çərəz-mərəz yemirdim səhər yeməyində. Hətta çox vaxt mən səhər yeməyi yemədən evdən çıxırdım, çünki çatdırmırdım. Amma tətildə sağlıqlı yemədiyim üçün və yağlı, nə bilim, fərqli yeməklər yediyim üçün artıq acılıq hissim əlbəttə ki olur, birdən-birə başladığım üçün bu cür qidalanmağa, sağlam qidalanmağa. Ona görə acılıq hissimi bastırmaq üçün səhər-səhər bunlardan yeyirəm. Belə.
arada bayağı yəqin ki gördünüz, şəkərli suyumu da içdim. Bu cür. Tez-tez yeməliyik ki, gedək. Yeməyimi yiyib qurtardım, heç nə qalmadı. Çayımı da içirəm. Belə. İndi gedib, əynimi geyinib evdən çıxmalıyam. Deməli dostlar, kombinim belə oldu. Bilmirəm ki, indi vlog uzun oldu, yoxsa az oldu. Amma çalışdım ki, günümü sizlə paylaşım və maraqlı bir şeylər çəkim. Deyəsən, biraz çox danışmışam vlogda, amma heç nə olmaz. Oralara atlayarsınız, bir şey olmaz. Məni izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.